Dediyim kimi avtomobil 2011-2017-ci illər arasında istehsal olunub. Kia Hyundai RB platformasını istifadə edir. Yəni Kia Rio ilə eyni platformanı paylaşır. Kuzo növləri 4 qapılı sedan və 5 qapılı hatchback. Kuzo kodu RB-dir. Bəzi bazarlarda RB2 kimi də keçir. Yığım yerləri Cənubi Koreya, Türkiyə, Rusiya, Hindistan, Meksika və s. Mühərriklərə baxaq. RB nəsli müxtəlif bazarlarda fərqli mühərriklərlə satılıb. Benzin mühərrikləri 1.4 MPI 16 klapan mühərrik və 1.6 MPI 16 klapan mühərrik. 1.4 MPI olan versiya 107 at gücü və 135 Nm tork hasil edir. 100 km istifadə etdiyi yanacaq sərfiyyatı da ortalama olaraq 6-7 litrdir. Trasda 4-5 litrə qədər düşür, şəhərçidə 7-8 litr. Yəni yanacaq sərfiyyatı baxımından olduqca ekonomikdir. Ölkəmizdə də zaten benzin mühərrikləri daha çox tutulur. Və 1.6 olan benzin mühərriki isə 123 at gücü və 155 Nm tork hasil edərkən 100 km yanacaq sərfiyyatı da 6.5-7.5 arasıdır. Yəni Trasda 5-6 litr yanacaq sərf edərkən şəhərçi yollarda 8-9, biraz yüksək sürətli sürdükdə 10-11 litrə qədər çıxa bilir. Dizel mühərriklərində isə 1.4 CRDI